Qubada hər il Novruz bayramından 13 gün sonra səməni atdı mərasimi keçirilir. Yerli sakinlər əsasən bu əraziyə gələrək bayram günlərində yetişdirdikləri səmənləri Qudyal çayına atırlar. Bu adət-ənənə uzun illərdir ki, Qubada davam edir. Ata-babadan görmüşük, göz açıb nənələrimizdən, babalarımızdan, atalarımızdan eşitmişik. Biz də onları davamçısıyıq da. Akarsuya atırıq ki, ardıcı davamçısı olsun da, bərəkətin. Hər ürəyində arzu, niyyət tutur və bunu çaya atırlar. Əlbət ki, başqa yerlərdə, natəmiz yerlərdə atmaqdansa daha məqsədə uyğundur ki, çaya gətirib atmaq. Bizdə bu adətdir. Həm də bu Bakıdan, başqa rayonlardan da gəlir. Bu bayram kimidir. Maraqlıdır. Ona görə biz bu bayramı çox sevirik. Küçələrdə görürəm, zibil qablarında görürəm. Bunu torpağa bastırmaq lazımdır, dama qoymaq lazımdır. Hətta toğ-cücəyə də vermək olar. Bu bolluq rəmzidir, bərəkətdir, ruzudur.